Salam əziz abituriyentlər. Gəlin hansı əsərdə, hadisələr hansı tarixdə baş verib birlikdə baxaq. Kitab-Dədə Qorqud dastanında 6-cı, 7-ci əsrlərdə İslamiyyətdən qat-qat əvvəlki dövrdə hadisələrin baş verdiyi göstərilir. Koroğlu dastanında 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə baş vermiş Cəlallilər hərəkatından bəhs olunur. Daha sonra Aşıq Ələsgərin 2-ci Dağlar qoşmasında 20-ci yüzilliyin əvvəllərində bədnam qonşularımızın hücumu nəticəsində səhv etmirəmsə 1918-ci ildə olacaq. 1918-ci ildə yurt yuvasından didərgin düşmüş şair 2 ildən sonra yenidən vətəninə qayıtmış və həmin dağları əvvəlki vəziyyətdə görə bilməmiş və bu şeiri yazmışdır. Daha sonra Əbdürrəhim bəy Haqverdiyevin Bomba novellasında və Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsində elə oradakı vəzifələrin adlarından da bəlli olduğu kimi Patav, Pristav, Naçalnik və s. hadisələrin Rus müstəmləkəçiliyi dövründə baş verdiyi göstərilir. Məhəmməd Hadinin Türkün nəğməsi şeirində hadisələr 1-ci Dünya müharibəsindən bəhs olunur. Belə ki, orada bir misra var ki, 4 ildə verilmiş bu qədər can hədər olmaz. Həmin o 4 il 1-ci Dünya müharibəsini nəzərdə tutur. Cəlil Məmmədquluzadənin Anamın kitabı tragikomediyasında 1920-ci ildə çap olunub. Əsərdəki hadisələr 20-ci əsrin əvvəllərində Azərbaycanda baş verən mürəkkəb siyasi proseslərdən bəhs edir. Əhməd Cavadın Azərbaycan bayrağına şeiri AXC dövründə, belə ki 1919-cu ildə 10 aprel tarixində şair parlament binasının qarşısında dayanır, 3 rəngli bayrağımızı görür və diqqətə gəlir, Azərbaycan bayrağına şeirini yazır. Daha sonra Məhəmməd Hüseyn Şəhriyarın Türkün dili şeiri Cənubi Azərbaycanda şah rejimi dövründə dilimizin qadağan olunduğu bir dövrdə cəsarətlə bu şeiri yazmışdır. Almaz Yıldırımın Əsir Azərbaycanım şeiri Sovet rejimi dövründə, belə ki, şair həmin dövrdə Türkiyədə mühacir həyatı yaşadığı dövrdə yazıb. Eyni ilə Mikail Müşfiqin həyat sevgisi də repressiya illərindən, 37-ci illərdən 2 il əvvəl Sovet rejimi dövründə 1935-ci ildə yazıb. Mirzə İbrahimovun Azad hekayəsi, Azad hekayəsindəki o Azadın qoşulduğu Milli Azadlıq hərəkatı həmin 20-ci əsrin 40-cı illərində Pişəvərinin başçılığı altında baş verən həmin o azadlıq hərəkatıdır. Səməd Vurğunun Vaqif piyesi 1937-ci ildə çap olunub. Əsərdəki hadisələr 18-ci əsrdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin yaşadığı dövrdən bəhs olunur. Səməd Vurğunun eyni ilə Anamın öyüdü və Mirzə İbrahimovun və Anamın öyüdü şeiri ilə Mirzə İbrahimovun Vətən yaraları hekayəsi 2-ci Dünya müharibəsindən bəhs olunur. Rəsul Rızanın Qızıl Gül olmayaydı poeması 1963-cü ildə çap olunsa da, illər əvvəl Mikail Müşfiqin repressiyaya uğradığı illər 37-ci illərdən bəhs olunur. Mir Cəlalın Açıq Kitab romanı 1944-cü ildə çap olunub. Əsərdəki hadisələr 20-ci əsrin 30-cu illərindən bəhs olunur. Sabir Əhmədlinin Dərs hekayəsi və Bəxtiyar Vahabzadənin Şəhidlər poeması 90-cı ildə baş vermiş 20 yanvar faciəsindən bəhs olunur. İsmail Şıxlının Dəri Kür romanı 10 il ərzində yazılıb. 1957-1966-cı illərdə 10 il ərzində yazılıb. Əsərdəki hadisələr 19-cu əsrin ikinci yarısında Azərbaycanda baş verən mürəkkəb siyasi hadisələrdən bəhs olunur. Və nəhayət sonda Qılman İlkinin İntiqam hekayəsində 1-ci Qarabağ müharibəsində yenə bədnam qonşularımızın Azərbaycan kəndlərinin birinə hücumundan bəhs olunur.